Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün güvənin 20 sınağının 16-cı sınağının izahını sizlərə təqdim edəcəm. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. İlk sualda qeyd olunur ki, Kürdağ arası çökəkliyi vilayəti daxilində ən çox yağıntı hansı fiziki coğrafi rayona düşür? Deməli, biz qeyd edirdik ki, ümumiyyətlə Azərbaycanda ən çox yağıntı düşən ərazilərdən biri Qanı-Xəyri çay çökəkliyidir. Və Qanı-Xəyri çay çökəkliyi də Kürdağ arası çökəkliyində yerləşir. Deməli, Kürdağ arası çökəkliyində ən çox yağıntı düşən ərazi olacaq Qanı-Xəyri çay çökəkliyi. Birinci sualın düzgün cavabı B. İkinci sualda qeyd olunur ki, Azərbaycan əhalisinə aid olan doğru fikirləri müəyyən edin. Urbanizasiya səviyyəsi 50%-dən aşağıdır. Xeyr, 53%-dir. Yanlışdır bu. Kişilərin orta ömür müddəti qadınların orta ömür müddətindən daha çoxdur. Xeyr, əksinə. Kişilərdə 70, qadınlarda 75 yaş. Yəni, qadınlarda daha çoxdur. 3. Yeni doğulan uşaqlar arasında oğlanlar üstünlüyü təşkil edir. Bəli, bu düzgündür. Demoqrafik keçidin birinci mərhələsi səciyyəvidir. Xeyr, dördüncü mərhələsi səciyyəvidir. Bu da yanlışdır. Əksəriyyət Altay dil ailəsinə mənsubdur. Bəli, düzgündür. Ən az sıxlığı orta və yüksək dağlıq ərazilərdə, həmçinin çox isti və quraq iqlimə görə seçilən bəzi ərazilərdədir. Təbii ki, əlverişsiz ərazilərdə əhali daha seyrək, yəni az sıxlığa malik olacaq. 3, 5, 6 olacaq Azərbaycana aid, Azərbaycan əhalisinə aid düzgün fikirlər. Yəni C bəndi. 3-də qeyd olunur ki, Türkmənistanın Özbəkistanla fərqli, Qazaxıstanla oxşar xüsusiyyətlər. Yəni, Türkmənistan və Qazaxıstanın oxşar, Özbəkistandan fərqli. Baxın, elə Xəzər dənizi sahilində yerləşmələri. Türkmənistan, Qazaxıstan Xəzərin sahilindədir, Özbəkistan isə yox. Baxın, Qaraqum Özbəkistanda da yerləşir. Oğuz yarımqrupuna Özbəkistanda daxildir. Materik daxili mövqeyə malikdir hər üçü. Mərkəzi Asiyanın bütün türk dilli ölkələri ilə həmsərhəddir Özbəkistan. Deməli, bu da yanlışdır. Düzgün cavab olacaq 3-də A bəndi. 4-də qeyd olunur ki, cədvələ əsasən litosfer tavaları ilə bağlı uyğun fikirləri müəyyən edin. Doğruya doğru, yanlışa isə yanlışları seçməliyik. Nazca tavasının həm divergent, həm də konvergent sərhədləri mövcuddur. Bəli, baxın, konvergent Cənubi Amerika ilə toqquşma, divergent Sakit Okeanla ayrılma. 2. Okean tavasının materik tavasının altına batma prosesi subduksiya prosesi adlanır. Bəli, 2-də düzgün. Pasxa, Galapagos və Kuril adaları litosfer tavalarının toqquşma zonalarında yerləşir. Xeyr, baxın, Kuril toqquşmadadır, amma Pasxa və Galapagos divergentdə, ayrılmada. 3 yanlış. Daha sonra yanlışlardan, okeanlardan fərqli olaraq materiklərdə divergent sərhədlərə rast gəlinmir. Bu yanlışdır, rast gəlinir. Yanlış olduğu üçün bunu götürərik. Ərəbistan tavası materik tipli qabığına malikdir. Bəli, bu düzgün. Deməli, baxın, düzgünə düzgün. Doğruya doğru. 1, 2, yanlışa yanlış 4. Düzgün cavab olacaq 1, 2, 4. Yəni Y. 5-ci sualda qeyd olunur ki, Samır Dəvət ovalığından şimal hissəsində düzən meşələrinin yaranmasının səbəbi nədir? Ümumiyyətlə, Azərbaycan ərazisində düzən meşələrin yaranmasının səbəbi yeraltı şirin suların səthə yaxın yerləşməsidir. Bu təkcə Samır Dəvət ovalığında yox, Qanı-Xəyri çay vadisində də, baxın, məsələn, Kür çayı boyunca Tuqay meşələri. Məhz bu səbəbə görə meşələr yaranır. Deməli, səbəb olacaq yeraltı şirin suların səthə yaxın yerləşməsi. 6-da qeyd olunur ki, xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərdən hansılarında iqlim yarımtipləri səhv verilmişdir. Baxaq. 1. Yayı quraq keçən soyuq iqlim düzgündür. Deməli, götürməliyik. 2. Qışı quraq keçən soyuq iqlim, bu da düzgündür. Bunu da götürməliyik. 3. Qışı quraq keçən mülayim isti iqlim, bəli, baxın. 3. Qışı quraq keçən mülayim isti iqlimdir. Bir dəqiqə. Bizə deyir ki, səhv verilən yarım tipləri götürün. 3. Əksinə yayı quraq keçən mülayim isti iqlimdir. Deməli, yanlış olduğu üçün götürərik. 4. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. 4. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yox. Yağıntıları bərabər paylanan mülayim isti iqlim olacaq. Bu da yanlış olduğu üçün götürərik. 5. Yayı quraq keçən mülayim isti iqlim, bu düzgündür, götürməliyik. 6. Yağıntıları bərabər paylanan mülayim isti iqlim, xeyr, burada yayı quraq keçən mülayim isti iqlimdir. Yanlış olduğu üçün bunu da götürərik. 3, 4, 6. Yəni düzgün cavab olacaq 6-cı sualda B bəndi.
7-də qeyd olunur ki, rütubətli kəmsalının hansı qiymətində sıxırların fiziki aşınması daha sürətlə gedir. Biz qeyd etmişdik ki, fiziki aşınma əsasən sutkalıq temperatur amplitudunun yüksək olduğu ərazilər üçün uyğundur. Əsasən səhralara, yarım səhralara uyğun gəlir və rütubətli kəmsalı vahiddən çox kiçik olur. Yəni, vahiddən birdən ən kiçik olan hansıdırsa, fiziki aşınmada onu götürməliyik. Aydındır? Düzgün cavab Y. 8-də qeyd olunur ki, mətndə verilmiş A çayı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Gəlin A çayının hansı olduğunu tapaq mətnə əsasən. Mənbəyini Qarabağ silsiləsindən götürən A çayı Xocalı, Xocavənd və Füzuli inzibati rayonlarının ərazisindən axır və sonuncuda, yəni Füzuli rayonunda Araz çayına tökülür. Üzərində su anbarları inşa edilmişdir. Uzunluğu 102 km olan bu çayın hövzəsi tamamilə ölkəmizin ərazisində yerləşir. Baxın, bu çay olacaq Köndələn çay. Köndələn çay Qarabağ silsiləsindən başlayır, Füzulidən Araz çayına tökülür. Üzərində Köndələn çay su anbarı var. Bu çaya uyğun olan variantı götürməliyik. Qidalanmasında qar və buzlaq suları üstünlüyü təşkil edir. Bu yanlışdır. Çünki qidalanmasında yağış suları üstünlüyü təşkil edir. Yanlışa yanlış olduğu üçün, baxın, elə A bəndi olacaq düzgün. Digər variantlara da baxaq. Suvarmada istifadə olunmur. Olunur, doğru. Yəni, olunur. Bu yanlışdır. Yanlışa doğru olduğu üçün çıxarıq. Tamamilə Qarabağ iqtisadi rayonu daxilində axır. Bəli, yanlış, doğru olduğu üçün çıxarıq. Ən uzun qolları Quruçay və İncəçay deyil. Yanlışdır, doğru olduğu üçün çıxarıq. Transsərhəd çayolu baxımı tənzimlənməmişdir. Tənzimlənmişdir. Axı, üzərində dedik su anbarı var, Köndələn çay su anbarı. Bu da yanlış. Yanlışa doğru olduğu üçün çıxarıq. Düzgün cavab elə 8-də olacaq A bəndi. 9-da deyir, yalançı urbanizasiyanın səciyyəvi olduğu ölkələr. Biz qeyd edirdik ki, inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Latin Amerikası ölkələrində, Asiyanın geridə qalmış ölkələrində olacaq yalançı urbanizasiya, inkişaf etmiş ölkələrdə suburbanizasiya. Deməli, baxın, Braziliya, Meksika və İndoneziyada olacaq yalançı urbanizasiya. 1, 2, 6 düzgün cavab C. Niderland, Belçika, Almaniyada isə suburbanizasiya olar. Onda qeyd olunur ki, iqtisadiyyatın ikinci sektorunun sahələri haqqındakı fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Biz bilirik ki, iqtisadiyyatın 4 sektoru var, düzdürmü? Və iqtisadiyyatın birinci sektoru hasilat, ikinci emal, 3 xidmət, 4 isə informasiya. Bizə deyir ikinci sektor, yəni emalla bağlı. Baxaq. Metallurgiya filizlərinin saflaşdırılması, ərdilməsi, prokata çevrilməsi proseslərinin həyata keçirildiyi sahədir. Bəli, baxın, doğru. Elektrotexnika, cihaz qayırma, robot qayırma, elektron hesablayıcı avadanlıqlar istehsalı ağır maşın qayrmaya aiddir. Xeyr, bu yanlışdır. Bu dəqiq maşın qayrma olacaq. Kimya sənayesi təbii materialları əvəzləyən süni materialların istehsalını əhatə edir. Bu da doğru. Meşə sənayesinin emal prosesində yaranan tullantılar meşə kimya məhsullarının istehsalında istifadə olunur. Bu da doğru. Baxın, D bəndinə baxın. 1 yanlış, 3 doğru və bu formada. Deməli, düzgün cavab onda olacaq D. 11-də qeyd olunur ki, Cəlilabad inzibati rayonuna aid olan əlamətləri müəyyən edin. İnzibati idarəsində 2 şəhər mövcuddur. Bəli, Cəlilabad və Göytəpə şəhərləri. İranla şərqdən Xəzər sahili xeyr. Cəlilabadın Xəzər dənizinə çıxışı yoxdur. Şirvanşahlar iqtisadi rayonunda deyil, Lənkəran-Astara iqtisadi rayonunda yerləşir. Üzümçülük və kartofçuluq kənd təsərrüfatının əsas sahələrindən hesab olunur. Bəli. Sənayenin aparıcı sahələri dağ-mədən və cihaz qayırma deyil, yanlışdır. Qərb hissəsi Talış dağlarında, şərq hissəsi Lənkəran ovalığında yerləşir. Bəli, düzgündür. 1, 4, 6. Düzgün cavab 11-də A bəndi. 12-də qeyd olunur ki, aşağıdakı diaqramlarda 5 fərqli iqtisadi rayonun sahəsi, bu rayonlara daxil olan inzibati rayonların say tərkibi və onların sahələrinin iqtisadi rayonda tutduğu faiz göstəriciləri verilmişdir. Buna əsasən hansı diaqramın Şərqi Zəngəzur iqtisadi rayonuna aid olduğunu müəyyən edin. Biz bilirik ki, Şərqi Zəngəzur iqtisadi rayonunda 4 inzibati rayon var. Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı. Deməli, baxın, B-ni çıxarıq. Çünki burada 6-dır. C-ni də çıxarıq. Burada da 6-dır. Y-ni də çıxarıq. Burada da 5 rayondur. Ya D olacaq, ya A. Baxın, sahəsinə baxsaq, Şərqi Zəngəzurun sahəsi 6,13 min kilometr kvadratdır. Deməli, düzgün cavab olacaq A bəndi. D-də isə, baxın, 5,67 min kilometr kvadrat, bu mil muğan olacaq.
Milmuğanda da 4 inzibati rayon var, Şərqi Zəngəzurda da. Amma sahə olaraq 6,13 min kilometr kvadrat uyğun gələcək Şərqi Zəngəzura. 12-də düzgün cavab olacaq A bəndi. 13-də qeyd olunur ki, sxemə əsasən axın sürəti 6 metr saniyə olan çayın bir ildə axıtdığı suyun həcmini hesablayın. Baxın, biz burada nə etməliyik? Çay yatağının enkəsini axın sürətinə vurmalıyıq. Daha sonra isə ildə olan saniyələrə vurmalıyıq. İldə olan saniyələri necə tapırıq? Bu düsturda qeyd olunur. İndi baxın, yenə qeyd edirəm, yadınızda qalsın. 31,5 vurulsun 10 üstü 6. Bu, ildə olan saniyələrin müddətidir. Biz çay yatağının kəsiyin axın sürətinə, yəni 6-nı 18-ə vurub tapırıq 108 və 108-i də 31,5 vurulsun 10 üstü 6-ya vurmalıyıq. Bu daha rahat olsun deyə elə təkcə 31,6-ya vurarıq. Bu da edəcək, bax, 3402. Aydın oldu. Biz bunu daha sonra çevirəndə kilometrə, elə bu edəcək 3,4 kilometr. Daha 10 üstü 6-ya vurub dərinliyinə getməyə ehtiyac yoxdur. Aydındır, ən sadə şəkildə bu cür həll edə bilərik. Düzgün cavab oldu 13-də C bəndi. 14-də qeyd olunur ki, Qarda gölünün yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edin. Qarda gölü yerləşir İtaliyada. İtaliyaya aid xüsusiyyətləri biz nə etməliyik? Uyğunlaşdırmalıyıq. İtaliya. C8 ölkəsidir, bəli. Şimal sahillərinin Lamanş boğazının, qərb sahillərini isə Biskay körfəzinin suları yuyur. Xeyr, bu Fransaya uyğundur. Kənd təsərrüfatının aparıcı sahəsi südlük, ətlik istiqamətli heyvandarlıqdır. Xeyr, əkinçilik də əsasən İtaliyada. Avropa İttifaqına və NATO-ya üzvdür, bəli. Zeytunçuluq, üzümçülük və sitrus meyvəçiliyi fərqlənir, bəli. Cənubi Avropa ölkələrinə xas olan xüsusiyyətdir. 1-4-5. Düzgün cavab olacaq B. İspaniya, Almaniya ilə sərhəd ümumiyyətlə İtaliyada yoxdur. Aydındır, düzgün cavab 14-də B. 15-də qeyd olunur ki, xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn ölkələr üçün ümumi xüsusiyyətləri müəyyən edin. Baxın, 1 olacaq Əlcəzair, 2 olacaq Liviya, 3 olacaq Misir, 4 olacaq İraq, 5 olacaq Yəmən. Düzdürmü? Afrika və Asiyanın ərəb ölkələridir, düzgün. Respublika idarə etmə formasına malikdirlər, bəli, 5-i də, düzgün. OPEC-in üzvü, məsələn, Yəmən deyil, yanlış. Milli tərkib əsasən yekcinsliyi ilə fərqlənir, deməli, bizə ümumi xüsusiyyətlər deyir. Bu olacaq, yanlış. Səhra landşaftı yayılmışdır, bəli, bu da düzgün. Əhali təbii ərkimin birinci yox, ikinci tipi isə cavab olar. Baxın, 1-2-5. Düzgün cavab 15-də olacaq A bəndi. 16-da qeyd olunur ki, xəritə sxemdə hərəkət xəttləri üsulu ilə hansı küləklər təsvir edilmişdir? Qərb küləkləri olmaz, tropikdən mülayim əsir. Föhn küləkləri dağ küləklərdə əlaqəsi yoxdur. Səmum küləkləri əsasən Ərəbistan, Şimali Afrikada da olmaz. Deməli, ya olacaq passat, ya tropik siklonlar. Biz bilirik ki, passat küləkləri tropiklərdən ekvatora doğru əsir. Düzdür, amma bunların istiqamətinə baxın, fərqlidir. Deməli, bu passat küləkləri də olmayacaq. Qalır tropik siklonlar. Bəli, baxın, tropiklərin arasındadır və tropik küləklərə, tropik siklonlara aid olacaq. 16-da düzgün cavab olacaq D. 17-də qeyd olunur ki, mənşəyinə və istifadə edilmə xüsusiyyətlərinə görə kimya xammalı hesab olunmayan faydalı qazıntı. Əsasən qeyri-filiz faydalı qazıntılar kimya xammalıdır. Filiz faydalı qazıntılar isə yox. Kükürt, fosforit, apatit, kalium duzu. Bunlar qeyri-filiz faydalı qazıntıdır və kimya xammalıdır. Amma baxın, kobalt filiz faydalı qazıntıdır və metallurgiyada əsasən istifadə olunur. Aydındır. Deməli, 17-nin düzgün cavabı olacaq Y bəndi. 18-də qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramlarının qəbul olunmasına səbəb olan amillərdən deyil. Aha. Ölkə ərazisində məhsuldar qüvvələrin yerləşdirilməsini təkmilləşdirmək. Bu səbəbdir. Qeyri-neft sektorunun inkişafını sürətləndirmək. Təbii ki. Azərbaycanın tranzit əhəmiyyətini azaltmaq. Aha. Baxın, bu tamamilə yanlış bir şeydir. Yox, baxın, bunlar aid olduğu üçün bunları çıxarıq. Aid olmayan 3-dür. 4. Rayonlarda artan demoqrafik potensialın yerlərdə qalmasını təmin etmək. Bu da düzgündür, bunu da çıxarıq.
5. Ölkənin polisentrik təsərrüfatdan monosentrik təsərrüfata keçidini təmin etmək. Əksinə, bizdə zaten monosentrik tək mərkəzlidir. Biz polisentrikə keçməyə çalışmalıyıq. 5 də yanlışdır. Paytaxt Bakının regionlardan asılılığını azaltmaq. Paytaxt regionlardan asılıdır, yoxsa regionlar paytaxtdan asılıdır? Təbii ki, regionlar. Deməli, bu da olacaq yanlış. Yəni 3, 5, 6. Düzgün cavab olacaq 18-də Y bəndi. 19-da qeyd olunur ki, Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Yamayka, Qvineya üçün oxşar xüsusiyyətlər. Baxın, biz baxdığımız zaman görə bilərik ki, Yamayka, Qvineya, Surinam idi, Braziliya, Avstraliya idi. Bu ərazilərdə deyirdik, zəngin boksit ehtiyatları var. Baxın, elə düzgün cavab olacaq 19-da D bəndi. 20-də qeyd olunur ki, iqlim diaqramını hansı dənizin sahilində yerləşən məntəqəyə uyğun gəlir. Yava olmaz ekvatorial yağıntılar il boyu bərabər temperatur daha yüksəkdir. Yapan olmaz yağıntılar əsasən yayda düşür musson iqlim. Tasman olmaz cənub yarımkürəsindədir. Baxın, bu şəkildə olmalı idi temperatur. Baltik Aralıq dənizləri arasında qaldıq. Baxın, Baltik mülayim dəniz iqlim tipinə uyğun gəlir və burada temperatur daha aşağı olacaq Arktik hava kütlələrinin təsiri ilə. Baxın, Aralıq dənizi. Yağıntılar qışda düşür, temperatur 0 dərəcədən yuxarı. Baxın, elə bu subtropik Aralıq dənizi iqlim tipinə uyğun diaqramdır. Aydındır, düzgün cavab olacaq 20-də C. 21-də qeyd olunur ki, okean dərinliyindəki batiskafın içərisində olan hidronavtların gəmiyə göndərdiyi səs siqnalı 3,1 saniyə sonra gəmidəki heyətə çatıbsa, onlar hansı dərinlikdə olublar? Biz bilirik ki, 1 saniyəyə 1500 metr yol gedir exolotdan göndərilən səs siqnalı və 3,1 saniyədən sonra çatıbsa, baxın, tənasibi bu şəkildə qurmalıyıq. X bərabər olar 3,1-i 1500-ə vurarıq, bu da edər 4650 metr. Aydın oldu, yəni D bəndi. 22-də qeyd olunur ki, Şimali Amerikanın müvafiq olaraq qərbindən və şərqindən hərəkət edən soyuq cərəyan var. Alyaska istidir, Gulf Stream istidir. Şimal Sakit Okean istidir, Gulf Stream istidir. Baxın, Kaliforniya və Labrador, bəli, Şimali Amerikanın müvafiq olaraq qərbindən Kaliforniya, şərqindən isə Labrador keçir və hər ikisi soyuq okean cərəyanıdır. Gəlin, keçək açıq tipli suallara. 23-də qeyd olunur ki, cədvələ əsasən Asiya ölkələrinin adı, yerləşdiyi regionu və paytaxtının müvafiq olaraq düzgün verildiyi sıraları müəyyən edin. Myanma Şərqi Asiyada yox, Cənub-Şərqi Asiyadadır. Kamboca, Cənub-Şərqi Asiya, Phnom Penh düzgün. Vyetnam, Cənub-Şərqi Asiya, Jakarta, Jakarta İndoneziyanın paytaxtıdır. Oman, Cənub-Qərbi Asiya, Məskət düzgün. Tacikistan, Mərkəzi Asiya, Düşənbə düzgün. Pakistan, Cənub-Qərbi Asiya yox, Cənubi Asiyadadır, yanlış. Deməli, 2 olacaq, 4 olacaq və 5 olacaq, düzgün cavab 23-də. 24-də qeyd olunur ki, yerin xəyali oxunun orbit müstəvisinə meyillilik bucağının dəyişməsi nəticəsində tropik işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı ən qısa məsafə 1 bölünsün 8 milyon miqyaslı xəritədə 88,8 sm olarsa, yay gün dönümündə Bakı şəhərinə günəş şüalarının maksimum düşmə bucağını hesablayın. Gəlin, baxın, miqyasımız 80 km. Xəritədəki məsafəmiz 88,8 sm-dirsə, biz necə taparıq həqiqi məsafəni? 88,8-i 80-ə vurmaqla. Bu edəcək 7104. 7104 meridian üzrədir və bunun neçə dərəcə olduğunu tapmaq üçün bölməliyik 111 km. 111 km böləndə edəcək 64. Deməli, tropiklər arasında 64 dərəcə var. Tropiklərin neçə dərəcədən keçdiyini bilmək üçün bunu da bölməliyik 32-yə. Deməli, tropiklər keçir 32 şimal enliyi və 32 cənub enliyindən. Buna əsasən biz Bakı şəhərinə günəş şüalarının maksimum düşmə bucağını hesablayaq. Yay gün dönümündə deməli günəş olacaq 32 dərəcə şimal enliyində. Bakı isə 40 dərəcə şimal enliyindədir. Bu zaman Bakıya neçə dərəcə bucaqla düşər? 90 çıxılsın. Enlik çıxılsın günəşin zenitdə olduğu vəziyyət. Yəni 40 çıxılsın 32, 8. Yəni 90 çıxılsın 8. Qalacaq 82 dərəcə. Aydındır. Deməli, bu vəziyyətdə günəş Bakıya maksimum yay gün dönümündə 82 dərəcə bucaqla düşəcək. 25-də qeyd olunur ki, Böyük Qafqaz təbii vilayətində yerləşən milli parkları müəyyən edin. Altağac, Şirvan Kürdədir, Abşeron,
Yirkan olmaz, Ağgöl olmaz. Samıryalama. Yəni 1 olacaq, 3 olacaq və 6 olacaq. 26-da qeyd olunur ki, yuxarıda verilmiş xətti miqyasa əsasən xəritədə 40 dərəcəlik paralel üzrə 50 şərq uzunluğu və 75 şərq uzunluğu arasındakı məsafənin neçə santimetr olduğunu müəyyən edin. 40 dərəcəlik paralel üzrə biz bilirik ki, 1 dərəcənin uzunluğu 85,4-dür, düzdürmü? Bu da verib ki, 50 şərq uzunluğu və 75 şərq uzunluğu. Bunların arasında 25 dərəcə fərq var. Biz bunun ümumi uzunluğunu necə taparıq? 25-i 85,4-ə vurmaqla. Bu da edəcək 2135 kilometr. Həqiqi məsafəni tapdıq. Miqyasımız isə baxın, xətti miqyasa əsasən 50 kilometrdir. Xəritədəki məsafəni necə taparıq? Həqiqi məsafəni 2135-i miqyasa 50-yə bölməklə. 2135-i də böləndə 50-yə edəcək. Gəlin, buraları silək artıq. Aha. 2135-i 50-yə böldüyümüz zaman edəcək 42,7 santimetr. Aydın oldu. 26-nın düzgün cavabı. 27-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Qafqaz dil ailəsi, Hind-Avropa dil ailəsi. Azərbaycanda bu dil ailəsinə mənsub olan xalqlar yaşayır. Hər ikisinə aid. A olacaq. 3-ə A. Farslar, Əfqanlar, Ərəblər və Yəhudilər bu dil ailəsinə mənsubdurlar. Heç birinə. Bu xalqlar Afro-Asiya dil ailəsinə, Samihami dil qrupuna aiddir. Bunu çıxarıq. Fin-Uqor dil qrupu bu dil ailəsinə aiddir. Xeyr, bu Ural dil ailəsinə aiddir. Tərkibinə Slavyan, Roman, German kimi iri dil qrupları daxildir. Bu Hind-Avropadır. Bu dil ailəsinə aid olan xalqlar əsasən bir materikdə məskunlaşmışdır. Baxın, daha lokal ərazidə Qafqaz dil ailəsi olacaq. Hind-Avropa dil ailəsi həm Cənubi Amerikada, Şimali Amerikada, Avrasiyada, Afrikada, hər yerdə var. Amma Qafqaz dil ailəsi təkcə Avrasiya materikində olacaq. Deməli, 1Y, 2D, 3A. Aha, indi isə keçək situasiya üzrə tapşırıqlara. Situasiyamızda qeyd olunur ki, A iqtisadi rayonu Azərbaycanın şimal şərqində Xəzər dənizi ilə baş su harici silsiləsi arasında yerləşir. Elə bu cümlədən bilərik ki, A iqtisadi rayonumuz olar Quba, Xaçmaz. Düzdürmü? Ərazinin relyefi, iqlim və torpaq şəraiti kənd təsərrüfatının ixtisaslaşmasına müsbət təsir etmişdir. Sahəsi 6,96 1000 km² olub. Tərkibinə 5-ci Batı rayonu daxildir. Əhalisi çoxmillətliyi ilə seçilir və əhalisi 558.700 nəfər olub 2021-ci ilin əvvəlində. Buna uyğun biz deməli tapşırıqları həll etməliyik. 28-də qeyd olunur ki, A iqtisadi rayonunda 2022-ci ilin əvvəlində əhalinin sayı 561.800 nəfər olubsa, il ərzində əhalinin hər 1000 nəfərə düşən təbii artımını və 2022-ci ildə əhalinin orta sıxlığını hesablayın. Baxın, 2021-ci ildə olub 558.700 nəfər, 2022-ci ildə olub 561.800 nəfər. Biz bunların fərqini tapmalıyıq. 561.800-dən 558.700 nəfəri çıxarıq. Edəcək 3100 nəfər. Düzdürmü? 3100. Bu 3100 nə olacaq? 3100 deməli olacaq 1000 nəfərə biz nə qədər olduğunu tapmalıyıq. Aha. İndi isə bizə deyir ki, bax 558.700 nəfərə olacaq 558.700 nəfər. Aha. Əhali olacaq 1000 nəfər. Biz 3100 nəfərə nə qədər olduğunu tapmalıyıq. Baxın, tənasübümüz olacaq bu şəkildə. Yəni 3100-ü vurmalıyıq 1000-ə, bölməliyik 558.700 nəfərə. Bu da edəcək 5,5 nəfər. Aydındır. Deməli, əhalinin 1000 nəfərə görə təbii artımı, yəni birinci tapşırıq olacaq 5,5. Necə tapdıq? Bir daha qeyd edəcəm. 5,5 nəfər. Baxın, ilk öncə bu iki il arasında olan fərqi tapdıq 3100. Daha sonra 2021-ci il, yəni daha əvvəlki ildə olan əhalinin 1000 nəfər götürdük. Tapdığımız 3100 nəfəri x sadə tənasüblə həll elədik, 5,5 nəfər aldıq. Aydındır. İkinci hissədə isə deyir, əhalinin orta sıxlığını tapın 2022-ci ildə. Çox rahat şəkildə biz bunu həll edərik. Nə etməliyik?
Əhalinin ümumi sayını 561.800 nəfəri bölərik. Əraziyə, yəni 6,96 min deməli kilometr kvadrat. Bu da edəcək 80,7. Aydındır. Bu da oldu əhalinin orta sıxlığı. 28-ci sualı bu cür həll edirik. 29-da deyir, A iqtisadi rayonunun tərkibinə daxil olan inzibati rayonları. Quba Xaçmaza daxildir. Adlarını yazmıram daha. Deyirəm, yadınızda qalsın. Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən. 5 inzibati rayon. Aydındırmı? Baxın, Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar inzibati rayonları aiddir. 29-da cavabı bu şəkildə olacaq. 30-da cədvəldə verilmiş şərti işarələrə əsasən A iqtisadi rayonunda mövcud olan faydalı qazıntıların uyğun rəqəmlərini yazın. Quba Xaçmazda baxın 1-də mərmərdə olacaq. 2 polimetal olmayacaq. 3 neft olacaq Siyəzəndə. 4 gipsdir olmayacaq. 5 əhəng daşı olacaq. 6 civə olmayacaq. Deməli, Quba Xaçmazda olan əsas faydalı qazıntılar olacaq. Mərmər, neft və əhəng daşı. 1, 3, 5. Aydın oldu mu? Deməli, biz 16-cı sınağın sonuna gəlib çatdıq. Növbəti izahımız 17-ci sınaq haqqında olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.